Biz deyəndə ki, ruhuna uyğun yaşamırsan, suallar gəlirdi ki, necə ruhuna uyğun yaşamırsan. Yəni bu o deməkdir ki, sən ruhunu, yeganə şaguli müstəvini bu ikisinə qurban verirsən. Düşünün ki, bir insan sadəcə yeyib içmək üçün, qarnını doydurmaq üçün, yəni bioloji müstəvisini sağ saxlamaqdan ötürü şəxsiyyətini tapdalır. Düşünün ki, sən şəxsiyyət olaraq deyirsən ki, falan maşın istəyirəm, falan ev istəyirəm və yaxud da ki, karyerada falan uğurlara istəyirəm. Amma sənin ruhun maraqlarında bunlar yoxdur. Sənin ruhun maraqlarında tamamilə başqa istiqamət var. Sən isə ruhu tapdalatdırırsan, şəxsiyyətinə qurban verirsən. Ondan sonra bir də görürsən ki, insanda xərçəng yarandı, insanda şəkər yarandı və yaxud da ki, hansısa xronik xəstəlik yarandı. 2 gün içində əridi çıxdı, getdi. Ruh buradan enerjini kəsəndən sonra bu şəxsiyyət də bioloji, cismani bədənlə boş şeydir. Yəni, onların sağ qalmaq şansı yoxdur. Hangalar. Bismillahirrahmanirrahim. Ay Bunun hangalar. boyuna bak. Kör oluyor. Ehen satın. Hangalar. Boyumu yere sok. Ay